Uşaqlar, M hərfini işlədiniz. Kim işlədi? Hüseyin buyur. Ölkə Misir, adam Murad, döyüş Malazgirt, termin Məlikül dövlət. Adam deyəni, yəni şəxsiyyət, xahiş. Buyur Ayın. Şəxsiyyəti Mahmud, ölkə Macaristan, döyüş Marna, terminədə mülk. Buyur Fərid. Ölkə Manna, şəxsiyyət Məmməd Xudabəndə, döyüş Marna, termin Mal. Dəniz buyur. Məsud, Meyvəndə mülk. Nisə buyur, nə yazmışsan M hərfinə aid? Moğol, Malatya döyüşü, şəxsiyyət Mahmud Qəznəvi, terminədə mülk. Buyur Mələk. Moğol, Malazgirt, 2-ci məktəb, bir də mülk. Oldu. Uşaqlar, S hərfinə də işləyin. Bugün axırıncı dərsimiz olduğuna görə əyləncəli biz oyun keçiririk. Öyrəndiklərimizi əyləncəli şəkildə təkrar edirik. Nə yazırsınız? S hərfinə. Yazın S hərfinə də işləyək. Siz də bu otağı unutmayasınız. Burada keçdiyimiz tarixi hadisələri, illər keçəcək. Hərəniz bir özü